Bu videoda mentorluq haqqında ümumi məlumat və giriş şərtləri haqqında danışacağam. Deməli, yeni giriş şərtləri əlavə eləmişəm. Diqqətlə baxın, nələrdir, onları qarşılayırsınızmı? Ümumi hazırda olan suallarınızın əksəriyyətinə cavab tapacaqsınız. Əgər qoşulmaq və qoşulmamaq arasında qalıbsınızsa. Deməli, ümumi birinci nələr daxildir haqqında məlumat verim. Burada qısa məlumat yazmışam, belə deyirəm. Deməli, bütün dərslər qeyd etdiyim kimi burada ən sıfırdan tutmuş, hazırda aktual nə istifadə ediriksə sona qədər. Ondan sonra əsas bizim yanaşmamız, yəni bizim modellərimiz olsun, metodologiyamız olsun, order flow təməllidir. Tamamilə sıfırdan order flow, onun üstündə qurulmuş konkret yüksək win rate yanaşmalar öyrənirsiniz. Və eyni zamanda volume profile, hansı ki marketin bel sümüyüdür, insanlar onu yanlış istifadə edirlər, çox sadə görünə bilər, çox asan görünür, elə bilirlər, ciddiyə almırlar. Amma ki volume profile ən vacib tooldur. Ən vacib tooldur volume profile. Hansı ki hərracı oxumaq üçün başda gəlir. Sonra deməli, community, bizim böyük bir community'miz var. Təxminən 8-9 qrup, şəxsi kanal və qruplar daxildir. Hər bir qrupun məqsədi fərqlidir. Bəzisi sırf materialları saxlamaq üçündür, bəzisində necə deyim, başqadır, suallar vermək üçündür, bəzisi sırf əməliyyatları göndərmək üçündür. Yəni belə deyim, hər şey sistemli formada ayrı-ayrıdır. Bunlar haqqında da eyni zamanda Telegramda şəkil yerləşdirmişəm. Həmin şəkli indi burada yerləşdirirəm. Deməli, burada gördüyünüz kimi community strukturu belədir. Ümumi 8 dənə təxminən qrup var. Əsas istifadə olunan aktivlər. Burada Sezar-dan başqa digərləri aktivdir. Deməli, əsas materiallar birinci qrupda saxlanılır. Yəni, sistemli şəkildə belə roadmap'imiz var. Roadmap'də istənilən seriyaya rahatlıqla əliniz çatır. Ondan sonra data footprints, bu artıq yəni necə deyim, əsas əməliyyat datalarını saxladığımız yer, öz götürdüyüm əməliyyatları paylaşdığım, orada izahlı elədiyim, qrafikli göstərə ki, mən bunu niyə götürmüşəm, həmçinin necə deyim, footprint də göstərə bilirəm, ondan sonra volume profile də göstərirəm. Yəni, bu əməliyyatı ümumiyyətlə, məsələn deyirəm, niyə götürmüşəm, onu izah edirəm və həmin onun canlısı da burada olur eyni zamanda. Sonra deməli, sual qrupudur. Setupsda əməliyyatlar göndərilən qrupdur. Bu arada Sezar Plus da ayrıca bir kiçik community'dir. Sanki orada da eyni zamanda bunlar ayrı-ayrılıqda var. Sezar Plus'da isə sırf G3 üçündür bunlar. G3 metodologiyası üçün. Bunda roadmap'də bu hissəni göstərim. Köhnə təməl dərslər də var. Yəni bunların hamısına təbii ki baxma ehtiyac yox, çünki çoxdur, həddən artıq çoxdur. Mən sizin təcrübənizə uyğun deyirəm. Buna baxın, bunun üstündən keçin, buna baxın və s. Hazırda istifadə olunan yanaşmalarımız olsun, necə deyim, yəni hazırda aktual materiallar, baxın bu seriyalardır. Bunlar seriyadır, dərs deyil. Seriya ayrı şeydir, dərs ayrı şeydir. Məsələn, burada yazmışam, 14 dənə seriya toplamda 400 video material deməkdir. Hər seriyanın içində heç olmasa, məsələn, bəzisində 15-20 video material, bəzisində 5 dənə, bəzisində 10 dənə beləcə materiallar var. Bundan əlavə də burada bir hissəsini göstərmişəm. Məsələn, 2025 nədir? 2025-ə girəndə bütün həftənin, bütün günlərinin demək olar canlısı çıxır. Amma təbii ki, yenə deyirəm, onun hamısına baxmağa ehtiyac yoxdur. Ona vaxt çatdıra bilməzsiniz. Ona görə mən içindən cüzi miqdarını seçib sizə deyirəm ki, hə, buna baxın, kifayətdir. Sonra deməli, bunlar burada saxlayayım. İndi bir hissəsini yerləşdirmişəm təbii ki, materialların və s. hamısı, yəni çox gizli şeylər var. Onları burada yerləşdirmirəm. Başqa, istər G3-ün özü başqa bir aləmdir, o birisi dərs başlıqları və s. heç nə yoxdur. Sadəcə bir növ şifrələnmiş kimi seriya başlıqlardır bunlar. Ondan sonra nələr daxildir? Həftə sonu bir dənə canlı. Əvvəl 2 dənə canlı idi. 2 saat biri, 2 saatda biri. Hazırda canlının bircə şənbə günü. Hazırda bircə şənbə günü canlı var. Və bazar günü olan canlıyı nə etmişəm? Həftənin hər gününə bölmüşəm. Gündəlik canlı salmışıq. Gündə bir dəfə canlı olmalıdır.
ki, mən həmin gün götürülən əməliyyatları izah edeyim, həmin günkü suallara cavab verim, isti-isti götürdük, əməliyyata baxaq. Sonra deməli nə daxildir? Şəxsi zəng görüşləridir və üzbəyüz görüşlər. Və bunların şərtləri odur ki, həftədə sadəcə bir dəfə zəng görüşü sala bilərsiniz və üzbəyüz görüş təyin edə bilərik. Üzbəyüz görüş məkanında başqa, danışırıq. Şəxsi zəng görüşləri də belədir ki, təxminən 1 saat, ortalama bəlkə də yarım saat ehtiyaca uyğun. Əgər çətinlikləriniz artıbsa, suallarınız çox yaranıbsa, birin-birə zəng görüşü salırıq. Həmin zəng görüşündə hər şeyi izah edirəm. Bir daha, ekranı paylaşaraq belə izah edirəm. Üzbəyüz görüşdə isə göstərə-göstərə izah edirəm. Ondan sonra, bu görüşlər öz yerində, əsas məqsədi çətinlikləri aradan qaldırmaqdır, uzun psixoloji söhbətlərdir. Sanki bir növ sizin artıq beyninizi götürüb də yenidən yığıram. Bu çox vacibdir ki, həqiqətən təcrübəli biri ilə söhbət edəsiniz. Əsas da ki, gah o tərəfə, gah bu tərəfə bir növ savrulan treyderlər var. Hər şeyə qaçan treyderlər var. Onu da öyrənim, bunu da öyrənim. Hər şeyi qatır bir-birinə. Böyük bir skam industrinin içindədir. Onlar söhbət eləməlidir. Həqiqətən, necə deyim, onları başa düşən bir primatla söhbət eləmək mütləqdir. Yoxsa içində də özünü birinci tək hiss edir, birinci yan ətrafında onu başa düşən yoxdur. Nə etdiyi, nə işlə məşğul olduğu, nə düşündüyü, hansı çətinlikləri var. Heç kəs soruşmaz ki, sən düzgün trade edirsən. Düzgün ediliş modelini heç kəs soruşmayacaq. Hər kəs soruşacaq ki, sən nə qədər qazanırsan. Amma burada sual o deyil. Qazanc düzgün edilişin nəticəsidir. Hər kəs soruşmalıdır ki, sən düzgün edirsən yoxsa yox. Amma bunu həqiqətən soruşan biri ilə, bunu həqiqətən öyrədən biri ilə siz söhbət edəməlisiniz. 2 dənə video dərs isə heç nə aşmır. 2-3 dənə video dərs apartulla ilə belə şeylərdir. Öyrəndin, nə olsun ki, öyrəndin, dərs heç nə vermir. Video dərs heç nə vermir. O sadəcə olaraq tanışlıq yaradır, öyrənirsiniz. Amma əsas məsələyə gələndə öyrəndiyinizi icra eləməlisiniz. Baxın, mənim əsas sizin yanınızda olduğum məsələ odur. Öyrəndiyinizi icra eləyəsiniz. Öyrəndiyinizi icra eləyəcək beyni formalaşdırmaq lazımdır. Yoxsa hər şeyi öyrənə bilərsiniz. Çox savadlı bir iqtisadçı ola bilərsiniz. Market və s. haqqında bütün biliyə, bütün texniki biliyə sahib ola bilərsiniz. Amma bunları etməyə gələndə görəcəksiniz ki, əliniz ayağınıza dolaşır. Görəcəksiniz ki, nəsə sanki bir qarşınızda maneə var. Hər dəfəsində şübhə hiss edirsiniz, necə qazanmaq lazım olduğunu bilirsiniz. Amma o içinizdəki şübhə, negativ mühakimə sizdən əl çəkmir. Bunlar baxın, sizin görünməz yolunuzun ortasında dayanan bloklardır. Bunları, beyninizə yenidən təlim keçərək həll etmək lazımdır. Birincisi, konkret yanaşmanız olmalıdır. Bir konkret order flow yanaşması hansı ki işləyir, konkret işləyir, konkret yüksək win rate var. Bu bizdə var. Ondan sonra o yanaşmanı icra edəcək beyin lazımdır. O yanaşmanı icra edəcək beyin. Yoxsa yanaşma olmasa ortalıqda, məsəl üçün deyək ki, hazırda siz yanaşmanız yoxdur, amma sizə elə gəlir ki, sanki istifadə etdiyiniz yanaşma düzgündür və işləyir. Amma fakt budur ki, işləmir. Görürsünüz ki, riyazi olaraq işləmir. Amma özünüzə təsəlli verirsiniz ki, yox işləyir, mən öz psixologiyam pisdir deyə onu işlədə bilmirəm və s. Bu da treyderlərin qapıldığı yanılğıdır. Burada nə eləsə treyderlər, lap 1 ay təcrübəsi olan deyə bilir ki, hər şeyi bilir. İşləyən modeli var, yanaşması var, strategiyası var. 5 il təcrübəsi olan da elə hiss edir ki, çox yaxşı hər şeyi bilir. Ona görə deyirəm, insan öz yerində elə bilir ki, ağıllıdır. Elə bilir ki, nə isə bilir. Elə bilir ki, nə isə düz edir. Amma ki, 1 il üstündən keçəndən sonra 1 il əvvəlki özünə baxacaq ki, əslində yox, tamamilə yanlış bir yanılğı içindəymiş. Heç istifadə etdiyi şeylər əslində işləmirmiş. İstifadə etdiyi şeylər heç kökü yox imiş. Bunların heç riyazi kökü belə yox imiş ki, bunu irəli aparsın. Ona görə bunu vaxtında siz etiraf eləməlisiniz. Etiraf eləməlisiniz və bunu məndən soruşmaqdan əvvəl birinci gedib baxmalısınız trading hesabınıza. Burada çox danışanlar olur ki, sən bunu səhv deyirsən.
Sən bunu yanlış deyirsən. Burada elə deyil, belədir. Bəs buna veriləcəyin gözəl cavab odur ki, get trading hesabını bura gətir. Mən yanlış deyirəm, sən düzgün deyirsən. Yəni qazandığın sübut edilə biləcək, yəni ya dashboardunu gətir və yaxud da hansısa bir sübut gətir. Heç olmasa deyirsən ki, canlı hesabım yoxdur, demom mu var? Düzgün eləyərək demoda mı qazanıram? Yəni məsəl üçün arda-arda, yəni riski normal saxlayıb nəsə bir sübut göstərməlidirlər ki, deyək ki, hə, mən burada bunu yanlış deyirəm, amma bu düzgün deyir. Əgər yox çıxarda bilmirsə və trading hesabı onun dediyini dəstəkləmirsə, deməli yanlış deyir. Amma o elə bir yanılğı içindədir ki, elə bilir ki, düzgün olan deyir, elə bilir ki, doğru yoldadır. Və bu həqiqətən sizi uzun vaxtınızı alacaq. Əgər bir yanaşma işləmirsə, hesabınız irəli getmirsə, görürsünüz ki, hər şey qaydasında görünür, amma eləyə bilmirsiniz. Hər şey qaydasında görünür, eləyə bilmirsiniz. Eyni şeyi təkrar eləyərək müxtəlif nəticələr gözləmək olmaz. Deməli, nədəsə səhv var. Deməli, nəyinsə üstünə düşmək lazımdır. Deməli, ondan sonra nələr daxildir? Bütün sualları verə bilirsiniz. Başdan ayağa nə sualınız oldu? Hər şey haqqında, yəni bütün materiallar, model, əməliyyat, bütün çətinlikləriniz haqqında suallarınıza mütləq ki, cavab tapmalısınız. Suallarınızı birbaşa mənə verə bilirsiniz. Qrupa yaza bilirsiniz, mən qrupda cevablaya bilirəm və ya da ən gözəli canlıdır. Canlılarda verməlisiniz. Gündəlik də canlı var, həftə sonunda canlı var. Hansına qoşula bilsəniz, həmin canlıya qoşulub sualınızı yazırsınız. Mən o sualı orada qrafikdə göstərə izah edəcəm. Göstərə həmişə izah edirəm ki, bu nədir, burada nəyi səhv edibsən, bu necə olmalıdır, bunu düz edibsən, əladır və s. Ondan sonra materiallar haqqında danışdım. Burada nədir, nə deyil. Burada da eyni zamanda seriya başlıqlarıdır. Bunlar sadəcə öyrənmə üsulu materiallar. Ondan sonra mənimlə birə-bir görüşlər. Ondan sonra siz bütün üzvlərin əməliyyatlarını görürsünüz. Kim nə əməliyyat götürüb, kim harda stop olub, harda profitdə olub. Bunların hamısını görmək sizin gözünüzdə bir yaddaş formalaşdırır. Bizdə uğurlarımız qrupu yoxdur. Bizdə uğurları paylaşılan qrup yoxdur. Bizdə əməliyyat qrupu var, amma bu əməliyyat sadəcə qazancları paylaşmaq üçün deyil, bütün əməliyyatları paylaşmaq üçündür. İrəli getmək istəyən gərək ki, itkisi ilə qazancı ilə qəbullanılsın. İtkisi də ortada olsun, qazancı da ortada olsun. Bunlarla qəbullanılsın. Yoxsa itkiyə qarşı bir şey bəsləsəniz, çox negativ bir şey, çox pis bir şey, yəni çox təhdidvari bir yanaşmaya bəsləsəniz, o zaman çətin ki, irəli gedəsiniz. Yaxşı itki olmalıdır mütləq ki, və riyazi olaraq da olacaq. Market deterministik deyil. Market obyekt halında mövcud deyil. Bizim sadəcə istifadə edədiyimiz bir statistiki körpüdür. Hansı ki, yüksək win rate versin bizə, biz bunu gündən günə eləyək və hesab da bizdən qeyri-aslı sanki irəli getsin. Amma biz orada qərar verə bilmərik ki, məsəl üçün 80-90% win rate'imiz mi var? Biz bilə bilmərik ki, hansı gündə o 10%lik itirmə ehtimalı özünü göstərəcək. Tamamilə randomdur. Ondan sonra gəldik giriş şərtlərinə. Deməli, ümid edirəm ki, nələr daxildir və s. haqqında danışdım. Biraz o barədə bildiniz. İndi giriş şərtlərinə baxaq. Deməli, yeni giriş əlavə edeyim şərt nədir? Qoşulmaq istəyənlərlə əvvəlcədən zəng görüşü keçirəcəm. Yəni, deyək ki, siz baxdınız, gördünüz Telegram, məsəl üçün, buradakı şərtlər, yəni şərtlər yox, nələr daxildir? Dərslər, order flow modellərimiz, value profile, əsaslı modellərimiz, konkret, yəni, necə deyim, sırf order flow üstündə qurulu olan yanaşmalarımız, metodologiyalarımızdır, canlılar. Gördünüz də, bunlar nələr daxildir haqqında məlumat formalaşdı sizdə. Bu arada o mentorluqda olan order flow, YouTube'da paylaşdığım order flow deyil. YouTube'da təməl, üzdən səthi izahlar var sadəcə. Yəni, hər şeyin bir üzdə nə olduğu haqqında izahlar var. Amma onu bir kontekst olaraq necə izah edəmək haqqında olan heç bir izah yoxdur. Hansı ki, bu konkret kontekstlərimizin hamısı birbaşa mentorluğun tərkibindədir.
Deməli, ilkin tanışlıqda sizinlə danışacağıq. Baxış bucağınız haqqında, motivasiyanız, keçmiş təcrübəniz, bu sayədən gözləntiləriniz və sair və sair haqqında mən bilmək istəyirəm ki, siz məsəl üçün uyğunsunuzmu bizlə davam eləməyə, yoxsa yox, bu haqqda indən sonra, yəni ki, qoşulanlarda bu zəng görüşləri olmalıdır. Bunun sadəcə görüntülü olmayacaq, sadəcə zəng kifayətdir. İstəyən olsa görüntülüyə də çevirə bilər, problem yoxdur. Amma bu ilkin tanışlıq həqiqətən çox vacibdir. Məsəl üçün bir şeydə problem varsa deyə bu o demək deyil ki, mən sizin mentorluğu qəbul etməyəcəm. Sadəcə olaraq ümumi biraz danışacağıq, görəcəm ki, hə siz həqiqətən dəyişə bilərsiniz. Yanlış yoldasınız, yanlış baxış bucağınız və yaxud da çox çətinlikdəsiniz. Mən sadəcə sizə yön verəcəm ki, hə baxın, siz hazırda yanlış yoldasınız. Biz düzgün yola belə davam eləyəcəyik. Artıq mən oradan biləcəm ki, siz həqiqətən razısınızmı? Həqiqətən hazırsınızmı düzgünə dönməyə? Yoxsa hələ də ciddiyə almırsınız. Elə bilirsiniz ki, elədiyiniz düzgündür və bunu dəyişmək istəmirsiniz. Baxın, o problemdir. Ondan sonra şərtlər nələrdir? Zəng görüşünə girməzdən əvvəl siz mentorluğa nələr daxil olduğu haqqında məlumatla tanış olmalısınız. Bunu dedim. Ödəniş bir dəfəlikdir. Sonradan hər hansısa ödəniş heç nə yoxdur. Yəni bircə dəfə ödənişi etdikdən sonra siz mentorluğa qoşulursunuz. Ondan sonra əlavə heç nəyə ödəniş eləmirsiniz. Vaxt limiti yoxdur mentorluğun. Yəni ki 1 ay, 2 ay, 3 ay hansısa belə bir vaxt limiti yoxdur. Çünki mən bunu nəyə güvənərək deyirəm? Ona görə güvənərək deyirəm ki, mən bilirəm ki, sizə konkret nə öyrətməliyəm, sizin çətinlikləriniz nələrdir, nələri həll etməliyik, nə etməlisiniz. Mən bunu konkret bilirəm. Mən bunu istəsəm sizə bir həftədə verə bilərəm. İstəsəniz, məsələn, vaxtınız yoxdur, gündə az məşğul ola bilirsiniz, bir ayda verə bilərəm. Mən bilirəm ki, konkretik. Mən bilirəm ki, konkret sizə nə lazımdır. Mən konkret sizə nə öyrədəcəm. Sizə nə lazımdır irəli getmək üçün. Mən bunu konkret bildiyim üçün mentorluqda hansısa vaxt limiti yoxdur. Ay nə bilim, aydan aya ödəniş eləməlisən, bu ay bu qədər ödəniş elə, gələn ay bu qədər ödəniş elə, 3 aya bitirəcəyik proqramı, 3 aydan sonra səni sərbəst buraxacağıq, özün qazanacaqsan və s. və s. və s. belə şeylər boş-boş şeylərdir. Hər insanın fərqli gündəlik vaxtı olur, öyrənmə prosesi olur. Bu vaxt limiti limitləyici bir şeydir. Çox limitləyici bir şeydir. Hansısa sizdəki o düşüncə olur. Ayda mənim vaxtım limitlidir. Mən daha çox öyrənməliyəm, qazanmağa başlamalıyam. Ayda mentorluğun vaxtı bitir və s. belə özünüzü sıxmağa başlayırsınız. Hissəli ödəniş şəkli mövcud deyil. Çox əvvəldən mövcud olub, amma hal-hazırda mövcud deyil. Sadəcə bir dəfəlik ödəniş. Daha ətraflı məlumat və suallar üçün, ödəniş barədə və s. danışmaq üçün mənə şəxsdən yazın. Telegramda aşağıda link qoymuşam. Telegram hesabımın oradan yazıb orada müzakirə etməliyik. Sizin haqlarınız nələrdir? Deməli, bütün mentorluq haqqında tam ətraflı məlumat almaq və istədiyinizi soruşmaq, qoşulmazdan əvvəl üzv nəticələrinə baxmaları, yəni üzv nəticələri ilə tanış olmağı tələb eləmək. Mən hansı ki heç yerdə demək olar üzv nəticələri paylaşmamışam. Hər kəsə açıq yerdə sertifikatlar, payoutlar və s. yoxdur, paylaşmamışam. Bunların hamısı şəxsidir. Bunların hamısı gizlidir. Amma siz təbii ki haqqınız var ki, mentorluğa qoşulmazdan əvvəl tanış olasınız, görəsiniz ki, həqiqətən biz nələr eləyə bilirik. Amma bunu da gərək mənə yazasınız, məndən istəyəsiniz ki, mən sizə, məsəl üçün onu şəxsi özümdə saxladığım kolleksiyanı göstərim. Hansı ki, üzv nəticələrini elə yerləşdirirəm. Sadəcə belə, yəni ki, baxa bilərsiniz, tələb edib də. Yoxsa hardasa hər kəsə açıq, heç yerdə paylaşmamışam. Qoşulduqdan sonra bütün suallarınızı tam başa düşənə qədər izah etməyimi tələb edə bilərsiniz. Bu sizin haqqınızdır ki, artıq mən əmin olum ki, bu tam başa düşübsünüz məsələdir. Və mən də elə sadə dillə izah edirəm ki, siz onu, yəni sizin anlayacağınız ən sadə dillə ki, siz artıq burada gerçəyi başa düşəsiniz. Ona görə də ondan da əminəm. Yəni nə qədər çətin başa düşən də olsanız bir mövzuyu, yəni onsuz da ki, mövcud olan ən sadə formada mən izah edirəm. Həftədə bir dəfə ehtiyac olduğu halda görüş vaxtı istəmək. Məsələn, zəng görüşü ola bilər və yaxud da üzbəüz görüş ola bilər. Deyək ki, çətinliyiniz var, adı nədir, psixoloji çətinlik olsun, modellərdə çətinliyiniz var, yanaşmalarda çətinliyiniz var. Artıq burada biz görüş təyin eləməliyik. Görüş təyin eləməliyik, həmin görüşdə müzakirə eləməliyik, düzəltməliyik. Və bu demək olar heç bir mentorluqda və yaxud da heç bir communitydə yoxdur. Sırf bu.
Birin-birə görüş. Birin-birə görüş. Ona görə də ki, mən get-gedə qiyməti də artırıram. Qəbul edəcəyim üzv sayını azaldacağam. Çünki mənim artıq vaxta ehtiyacım var ki, görüşlər təyin edək, mentorluq daxilindəki keyfiyyəti daha da yüksəldim. Bu birin-birə görüşlər həqiqətən çox təsir elədi. İrəli, necə deyim, yaxşı mənada çox təsir elədi. Üzvləri çox irəli aparmaqda, çətinlik çəkənlərin çətinliyini aradan qaldırmaqda. Ona görə də ki, get-gedə artıq qiymət də artır, giriş sayları da limitlənəcək. Və bu haqda da ki, yəni necə deyim, əlavə nəsə suallarınız qalsa yenə də yaza bilərsiniz ki, məsəl üçün qiymət nə qədərdir? İndi bilmirəm bu video sizin nə vaxt qarşınıza çıxır, nə vaxt izləyirsiniz. Həmin vaxtda qiymət nə qədərdir və sair giriş şərtlərində nəsə dəyişiklik olub bu haqda aşağıdakı qoyduğum Telegram hesabına yaza bilərsiniz ki, orada da mən suallarınıza cavab verəcəm. Deməli, mentorluğa qoşulduqdan sonra izləməli olduğunuz qaydalar və qadağalar burada yazmışam. İndi siz bunu bir dəfə oxuyun, mən də üstündən keçəcəm. Deməli, birinci olaraq heç bir məlumat, video material, mesaj, rekord, canlı rekordu, mətn, screenshot, əməliyyat, model, qeydlər və ümumiləşdirsək, öyrəndiyiniz bütün hər şey heç yerdə paylaşılmamalıdır və başqalarına öyrədilməməlidir. Məsəl üçün kimsə buna cəhd göstəriblər vaxtı ilə. Hardasa müəllimdir, gəlir məndən öyrənir, gedir öz tələbələrini öyrətməyə çalışır. Bu qətiyyən qadağandır və sonu yaxşı olmayacaq bunu etməyə çalışanların. Məndən öyrəndik, bizim şəxsi yanaşmalarımızdır. Bu heç yerdə internetdə də tapa bilməzsiniz ki, görürsən bu Nihat bu öyrəndiyini hardasa tapa bilərəmmi ki, şey olsun. Bizim konkret kontekstlərimizdir. Bu heç yerdə paylaşıla bilməz və yaxud da hansısa yolla başqalarına öyrədilə bilməz. Bu halda birinci olaraq həmin şəxs mentorluqdan kənarlaşdırılacaq, ikinci olaraq da yəni adına yaxşı şeylər olmayacaq. Sonra qruplarda qeyri-etik mesajlar üzvlərdən kiməsə yersiz olaraq şəxsidən yazıb narahat etmək halları olmamalıdır. Ümumi bir qayda. Sonra aşağıda ulduzlu hissələr var. Deməli, istisna olaraq sadəcə yaxın ailə üzvləri materiallardan yararlana bilər. Məsələn, kimsə qoşulub, qardaşı da eyni zamanda həmin materiallardan yararlana bilər və öyrənə bilər. Amma yoxsa nə bilim, dost tanışla paylaşım, qrupla, community-ilə paylaşım, bunlar qadağandır. Mənim əlim demək olar hər community-yə çatır. 100-dən çox tələbəm var. 100-dən çox sadiq tələbəm var. Mən bilirəm ki, hər community-də nə dolansa, nə söhbət dolansa, kimsə nəsə paylaşsa, bizdən götürüb və yaxud da bizim haqqımızda nəsə danışsa, bizim əlimiz hamısına çatır. Sizin yaxından, məsələn, community-nizdə çox, məsəl üçün, güvənib danışdığınız biri heç bilməyə bilərsiniz, o mənim mentorluqdakı sadiq tələbəm ola bilər. Hansı ki, siz orada material paylaşırsınız, bizə aid olan nə isə, necə deyim, paylaşmağa çalışırlar, nəsə bizim əksimizə danışırlar, məsələn, saxta adımıza, yəni yalan olan məlumatlar danışırlar. Bunun hamısı bizə gəlib çatır. Bütün community-lərdə əlimiz var. Bütün community-lərdən, bütün qruplardan, necə deyim, dolayı yolla da olsa, mənim özüm birbaşa görməsəm də, mənim üzvlərim hər yerdə var. Ona görə də ki, yəni heç yerdə bizim materiallarımıza paylaşıla bilməz, dərslərimizdə öyrədilə bilməz. Bu tamamilə biz tərəfindən sağlam qorunur. Ona görə qoşulan hər bir şəxsin də ki, vəzifəsi odur ki, ilkin olaraq hər şeyi qorusun, mentorluğu qorusun. Çünki bizim çox güclü şeylərimiz var. Əlimizdəki yanaşmalar çox güclüdür. Hansı ki, başqa heç bir yerdən bunu öyrənmək demək olar çətin məsələdir. Yoxdur çünki. Biz illərin order full of traderiyik. Yəni ki, biz order flow traderi olanlar heç nə türklərdən, nə də Azərbaycanlılardan bu haqda nə kontent yaradan, hansısa bir mentorluq və s. heç nə yox idi.
heç nə yox idi. Deməli və son qayda olaraq Telegram hesabı mentorluğa daxildir deyə qara bazarda satışa çıxarmağa cəhd göstərənlərin hesabı mentorluqdan silinəcək. Məsələn, giribsiz, görürsüz ki, hə Telegram hesabına əlavə eləmişəm. Görürsüz ki, başqaları da qoşulmaq istəyir də Nihatın mentorluğuna. Məsələn, Nihatın mentorluğuna giriş qiyməti nə qədərdir? Deyək ki, yaxşı qiymət demirəm, deyək ki, filan qədər. Görürsüz ki, hə mən Telegram hesabıma başqa adamlar da qoşula bilər, girə bilər. Başlayıb Telegram hesabını biraz daha ucuz qiymətdən başqalarına bir neçə nəfərə satmaq və s. bu kimi hallar qətiyyən yol verilməzdi və hansısa, məsəl üçün, satışa çıxarıldığı yer olsun, kiməsə yazıb təklif eləmək olsun, bunların hamısı mənə çatır və həmin şəxsin də hesabı mentorluqdan həmişəlik silinəcək. Belə, ümumi mentorluq haqqında, communitymiz haqqında bu qədər məlumat var və siz aşağıdan mənə yazaraq əlavə suallarınızı verə bilərsiniz. Üzv nəticələrini tələb edə bilərsiniz ki, qoşulmazdan əvvəl beyninizə şübhə yaraması qiymət haqqında öyrənə bilərsiniz. Yəni siz bu videoya baxanda qiymət nə qədər olacaq qoşulmaq üçün, ümumiyyətlə giriş açıq olacaqmı? Bütün suallarınızı belə verə bilərsiniz. Və son olaraq da burada bir qədər kiçik bir mentor olaraq özüm haqqında məlumat var. Videonun sonunda da bunu oxuya bilərsiniz. Belə, sağ olun, görüşərik.